Salam dostlar, həmkarlarım Amerikadakı qiymətləndirmə sistemi haqqında soruşurlar. Qiymətləndirmə burada mümkün qədər səpələnib müxtəlif fəaliyyətlərə, müxtəlif hissələrə. Yəni şagirdin və ya tələbənin qiyməti bir və ya iki imtahandan asılı deyil. 4-5 fərqli bal var. Bunların hamısı ümumi 100-ə gəlib çıxır. 90 ilə 100 arası A-dır, 80 ilə 90 arası B-dir, 70 ilə 80 arası C-dir, 70-in altında yenə D və F artıq gəlir. Ümumi 70 adətən keçmə qiymətidir. Əlbəttə, müxtəlif məktəb sistemlərində və ya ali təhsil sistemlərində bu dəyişə bilər. Amma ümumiyyətlə, ali təhsil sistemində və orta təhsil sistemində buna bənzər yanaşmalar var. 4-5 fərqli qiymətləndirmə dedim. Məsələn, bunlar nədir? Birisi summativdir. Yəni, bu semestrdə və ya rübdə 3 dəfə summativ keçirilə bilər, 3 dəfəyə qədər. Yəni, bu nə deməkdir? Məsələn, 3 aylıq bir rübdürsə bu, hər ayın axırı ümumi həmin ayda keçirilən işlərlə bağlı, fənlərlə, məzmunla bağlı imtahan edilə bilər. Summativ budur. Bundan əlavə, amma bu summativ məsələn 60%-i deyək ki, ümumi 60% yükü daşımır. Məsələn, bu summativ 40% təsir eləyir. Digər summativ də 40% təsir eləyir. Digər summativ də yenə 40% təsir eləyir. Bir sistemdə onun üzərinə summativ olaraq qeyd eləyəndə o 40% ümumi qiymətə təsir eləyir. Sonra deyək ki, formativ qiymətləndirmə var. Bu 30% təsir eləyir adətən. Yenə burada da ən az deyək ki, 3 aylıq bir müddəti götürsək, 4 dəfə formativ qiymətləndirmə keçirməlisiniz. Burada artıq keçirməlisiniz deyirəm, çünki formativ qiymətləndirmələr müəyyən qədər çox olmalıdır. Bunu birbaşa müəllim özü hazırlayır tapşırığı və özü keçirir, qiyməti də özü yazır. Mütləq deyil ki, siz onu bir imtahan olaraq keçirəsiniz. Yəni, o bir layihə tapşırığı da ola bilər, bir təqdimat da ola bilər. Yəni, artıq onun formasını müəllim özü müəyyən eləyir. Üçüncü qiymətləndirmə növü mənim qarşıma çıxıb formativ practice, yəni praktiki formativ. Bu da 20% təşkil eləyir. Deyək ki, bu burada nə deməkdir? Practice nə deməkdir? Yəni praktiki işlər. Adətən burada da məsələn laborator işlər varsa və ya hansısa bir fəaliyyətə söykənən, praktiki işə söykənən işlər varsa, bunu da həmin formada qiymətləndirə bilər. Ondan sonra bir də 10%lik ev tapşırıqları var və ya bu ev tapşırıqlarının içərisində sinif işləri, iş vərəqləri, sinifdəki fəaliyyəti, sinifdəki aktivliyi, sual-cavab verməyi və s. Onların hamısını bu 10%-in içərisində qeyd edə bilərsiniz. Yəni, hər bir sinifdəki kiçik bir fəaliyyət 10%-in içərisində özünə yer tapır. Məsələn, deməli, siz bir ev tapşırığı yazanda, məsələn, bu 1% təsir edir ümumi qiymətə, amma yenə də onun təsiri var, sinifdəki bütün fəaliyyətləri. Siz, məsələn, ev tapşırığını 10 ədəd, 11 ədəd, 12 ədəd ev tapşırığı qiyməti rüb boyunca yaza bilərsiniz və ya ali təhsil sistemində semestr boyunca. Tələbə, şagird ümumiyyətlə bundan əlavə, əlavə tapşırıq kimi sinif işləri və s. qeyd oluna bilər, amma mən sizə hal-hazırda deyək ki, məktəb sistemlərinin təklif elədiyi qiymət formalarından bəhs elədim. Yəni, bu qiymət formaları 4 növdə qarşıya çıxır. Summativ, formativ, praktiki və ev tapşırıqları. Bu 4 formada qarşımıza çıxır, amma ola bilsin ki, fərqli ştatlarda, fərqli məktəb sistemlərində bu müəyyən qədər fərqli ola bilər. Amma il ərzində qiymətləndirmə sadəcə bundan ibarət olmur. Yəni, Azərbaycandakı kimi formativ, summativ müəllimlərin deyək ki, rüb qiymətini yazmaq üçün elədiyi qiymətləndirmələrdən əlavə bir də mərkəzləşdirilmiş monitorinqlər olur. Mərkəzləşdirilmiş monitorinqlər uşağın
semestr qiymətinə təsir etmir. Amma ümumi mənada vəziyyəti görmək üçün, məktəbləri müqayisə eləmək üçün bir-biri ilə bu tip qiymətləndirmələr aparılır. Beləcə məktəblər arasında reytinq hazırlanır. Necə ki, Azərbaycanda monitorinqlər keçirilir, eyni o niyyətlə monitorinqlər edilir. Hər il buna bənzər müxtəlif imtahanlar var. Məsələn, Texasda STAR deyirlər, STAR. Bu imtahanlar müxtəlif siniflərdə, bəzən humanitar elmlər, bəzən təbiət elmləri, bəzən deyək ki, riyaziyyat. Yuxarı sinifə getdikcə bu bir uşağın daxil olduğu, aldığı STAR testlərinin sayı artır. Yəni aşağı siniflərdə 2 fəndən buna girirsə, yuxarıya getdikcə artıq 3 fəndən deyək ki, bu imtahanı götürür. Belə, dəyərli dostlar, işləriniz avand olsun, hamımıza uğurlar.